Evlilikdən imtina eləmişəm. Başlıq bu şəkildədir. Amma indi aması da var. Şübhə duyuram öz qərarımdan. Bu sevgidir, yoxsa mənim yerimə danışan yalnızlıq qorxusudur. Belə bir başlıqdır. Hələ də bunu necə qoyacağıma qərar verməmişəm. Son vaxtlar saçlarım biraz uzandığına görə belə bir biçimsiz haldadır. Axtarıram formullar ki, normal görünsün. Hələ ki, geliştirdiyim bir formul yoxdur o üzrə. Deməli, 26 yaşından gəlib etiraf qadından. 3 il görüşmüşdüm deyir gənc adamla. Daha sonra evlilik təklif elədi. Mən əmin deyildim ki, mən onunla bütün ömrü yaşaya biləcəm, bir yerdə keçə biləcəm. Ona görə də təsəvvür elədim ki, həmin an biz necə mübahisə edirik və bizim daha doğrusu bunu ona görə təsəvvür edib ki, tamam müxtəlif xarakterləri var və maraqları var. Раз мне приходит в голову такие мысли, значит, это не любовь. Мы расстались, мне очень больно, но почему-то кажется, что он все равно от меня никуда не денется. Bəzən adam bir şeyləri yoxlamaq da istəyir. İnsanları test eləmək biraz yaxşı bir şey deyil, amma yəni güvənmək adına özündən asılı olmadan belə bir yola girir. Bəzən çıxmaz da, tupik de olabilir o yol. Хочется, чтобы он был рядом. Может, надо было согласиться на замужество. Или во мне просто говорит страх остаться одной. Hər kəsin yetkinləşməyə başladığı yaş dövrü də başqadır. 25'ten o yanadır da indi yaş. Ola bilsin hansısa bir anında, hansısa bir əhvalının dəyişən bir anına denk gelib həmin bu evlilik təklifi və daha öncə nə qədər il keçirib deyir. Deyəsən çox dərinə gedib yazmayıb ki, nə qədər birlikdə olublar, ilişkinin müddəti nə qədərdir, bir-birlərini normal tanımaq imkanları olub, yox, o mənada ola bilsin müddət qısa olub, ola bilsin əminlik olmayıb, hansısa bir cəhətdən əmin ola bilməyib, ola bilsin qarşı tərəfin yetkinliyi çox da yaxşı bir şeylər vəd eləmir, hansısa bir məqamda çelişki yaşayıb əmin olmamaq bu sorular gətirib də yəni.